Aha, deməli biz qalmışdıq burada. Baxaq görək bizim kross əmək haqqımız, brutto əmək haqqımız necə keçir. Baxın, 1500 manat əmək haqqı alıb bu adam, düzdür. İyul ayını burada da qeyd eləməlisiniz, burada da qeyd eləməlisiniz. 22 gün, 176 saat və işçi haqqında məlumatlar. Hansı şöbədədir, neçə gün iş qrafikidir və s. İndi gələk əsas məsələyə, ödəniş. DSMF tutulması 136 manat. Bu var da 2%, bir də 22% tutulma. Yəqin ki, bunlar haqqında istəsiz məlumat atarım qrupa. Sonra işə götürəndən tutulan fiziki şəxsin gəlir vergisi 8 mindən aşağı azadıq. İşsizlik, işçidən tutulan, M hərfləri müəssisədən tutulanlardır. İcbari tibbi sığorta və müəssisədən tutulan. Bu bizim bildiyimiz krossdan tutulanlardır. Və mən qeyd et verirəm. Burada bəzi şirkətlər olur ki, onlar bunun çap formasında çıxardırlar. Bu şəkildə əmək haqqından, indi nəyi doldurmuşuqsa onlar düşəcək təbii ki, tutulması varsa, mükafatı varsa, ayın günü nə qədər işləyib, nə qədər maaş alıbdır və DSMF-dir, işsizlikdir, icbaridir. Yəni bunu hazır çıxardır. Hansı ki, bəzi, yəni 90% bunu yığırıq biz Excel-də, amma artıq ehtiyac yoxdur. Ödənilən məbləği biz burada da görürük. 1326 manat 50 qəpik keçməlidir. Çıxıram buradan və mən OK verim, gedim bunun debet kreditinə baxaq. Bir başa düşək ki, burada nəyi müəssisədə, nəyi öz hesabımızda görə bilirik. Bildiyimiz debet kredit. Yenə harda debet hissədən götürəcəm. 721 varsa bu müəssisədən tutulandır. Harda öz əmək haqqımızı görürüksə 533 müxabirləşməni. Bu bizim kartımızdan tutulanlardır. İndi gəlin baxaq nələr tutulub. 1500 manat şirkətin öhdəliyindən çıxıb. Yəni bizə əmək haqqı gəlib. Bizim əmək haqqımız indi biz artıq passivə nə qədər tutulub? 136 manat DSMF. Zaten burada tutulmaların hamısının adı da yazılır. Şirkətdən tutulub 239 721-də. 533 icbari tibbi sığorta 30 manat, işçidən də tutulub 30 manat. Sonra arazdan tutulub işsizlik 750, şirkətdən də 750. Aha, amma görmədik axı nə qədər pul keçəcək. Bunu net əmək haqqı da görürük. Gəlirik bura, ödəniləcək əmək haqqı, əlavə et, yeni sənəd açırsınız. Ayın tarixini dəyişirik. 2025 31.07 2025. Buradan da tarixi mütləq götürüm. Çünki bir ay qabağı vururuq axı. Şöbə, yenə götürək istehsalat şöbəsi. Doldurmaq, ödəniş xarakterinə görə doldurmaq. Görürsünüz, bircə dənə işə qəbul əmrini düzgün yığandan sonra geridə qalan bütün əməliyyatları zaten proqram özü edir. Bizə heç nə qalmır. Deyir ki, sənə təmiz çatacaq əmək haqqı 1326 manat 50 qəpikdir. Mən indi buna ödəyirəm. Seçirəm buradan bank. Hansı bankdan ödəyirəmsə, girəcəm bura. Kontragentlər bölməsində banklar adında bir papka açırsınız. Bankların içində əmək haqqını hansı bankin kartıdırsa ad olaraq yazırıq. Məsələn, bunu necə yazırıq? Əlavə et, deyək ki, mən bura kapital yazıram. Və yazmaq, OK versəm, kapitalın adı zaten gəlir, düşür. Mən seçəcəm indi ABB. Kartın nömrəsi. Deyək ki, yazdıq. Və baxıram, tarixləri mütləq. Gözdən keçirdim, hər şeyimiz düzdür. OK verək. Baxın, ödəniş hissəsini vurdum. İndi baxıram nəyə? Bu sadəcə əmrdir də. İndi mən bunu bankdan ödəməliyəm. Əmri vurandan sonra çıxan ödəniş tapşırığı elə seçilmiş sənədin üstündə də eləyə bilərsiniz. Bir də əmək haqqı hissəsində çıxan ödəniş tapşırığına kassa məxaric, çünki bəzi məsələlərdə qanunvericilikdə var, axı bir işçi varsa biz bunu əldən də verə bilirik. Yetər ki, DSP-sini işləyək. Kassa məxariclə verirsə, kassa məxaricə də işləyə bilərsiniz. Və yaxud da ayrı-ayrı banki buradan işləyin, kassanı buradan işləyin. Elə şirkətlər var ki, orada HR bölməsi digər bölmələrə bağlı olduğuna görə bunları biz burada var ki, daha rahat olsun da. Çünki adam bank bölməsinə girə bilmir. İndi mən seçib üstündən ödəyəcəm. Hamısı eyni şeydir əslində. Sadəcə bu daha rahatdır da, vaxt itkisinin qarşısını alır. Çıxan ödəniş tapşırığı vuraq. Məbləğimi görürəm. Bank hesabının müxabirləşməsi manatla olan əməliyyat 223.01 buradadır.
Bank hesabımızı seçirik. Hansı banka ödəyəcəm? Elə ABB-dən ABB-nin kartını ödəyək. Seçək. Səs niyə bağlandı? Hə, məbləği özü avtomatik atıb. ABB-nin adını seçdim, bankımı seçdim. Məbləğ burada var. Pulun hərəkət maddəsi, yəni təyinatı, məxaric, əmək haqqı ödənişlərini seçək buradan. Maddə qoyuruq ki, bu nə üçün çıxıb bu pul bizdən? Əmək haqqı ödənişləri. Burada mütləq aşağı işarə qoyursunuz və eyni tarixi burada dəyişməlisiniz. 31.07.2025 və 31.07.2025. Sonra gəlirəm əmək haqqı hissəsinə. Əmək haqqı müxabirləşməsini qeyd eləməlisiniz. Kənarda bir dəfə toxunun. Buradan işçinin ad soyadını istəyir, seçə də bilərsiniz. Seçməmiş bağlasaz da proqram özü tapır gətirir. Deyək ki, mən seçirəm Araz və baxaq görək, ABB-ni qoyduq, tarixlərimizi qoyduq, məbləğimiz düzdür, müxabirləşməmizi qeyd eləmişik və salam. İndi çıxıram buradan. Gəlirəm banka. Ya buradan girin, ya bank bölməsindən girin. Hamısı eyni yerə yığılır, yəni. Çıxan ödəniş tapşırığı burada da eyni şeyi görürsünüz. Debit kreditini açaq. Bankin müxabirləşməsi 223.01. Qarşı tərəfə ödədik deyə 533 atdı debitə. Deyir ABB-dən 1326 manat 50 qəpik Xəlilov Araza əmək haqqı ödənib. İndi gedirəm mən əmək haqqını yoxlayım görüm. Həqiqətən Araza əmək haqqı keçibmi? Gəlirsiniz hesabatlar, hesablar üzrə dövriyyə balans, elə 31.07.533 əmək haqqı müxabirləşməsi tərtib et verirəm. Baxıram, 1500 giriş, 1500 çıxış. Baxın, debit kredit, yəni loru dilində desəm, gəlirlə xərc bir-birini bağlayıb. Düzdür. Əgər adama ödənilməmiş borcumuz qalsaydı, yəni deyək ki, 500 ödəmişik, 1000 qalıb, maaşının qalan hissəsini biz kreditdə mütləq görərdik. Və tutulmalar yalnız və yalnız rəsmi ödənişlərə aiddir. İndi bu birinci hissəmiz idi. İndi keçək ikinci hissəyə. İkinci hissədə birinci əmrləri verib sonra bu əməliyyatları bir də eləyəcək. Yəni əzbərləyəcəksiniz. Eyni şeyləri təkrar-təkrar işləyirik. Ona görə buradakı sənədlərə silinmə verirəm ki, əmək haqqı heç ödənməyib, əmrlər işlənsin, sonra verək bunları. Ödəniləcək əmək haqqında silək. Hesablanmasını da silim. Bircədə işləyənlər silinmə işarəsini qoyuram, amma silə bilmirəmsə Shift Delete eyni anda basa bilərsiniz və yaxud da gün ərzində silmək istədiyiniz dilim dolaşdığı sənədləri işarələyirsiniz. Gəlirsiniz əməliyyatlar bölməsi, işarələnmiş obyektlərin silinməsi əmrini verirsiniz. Əgər sizə yazılırsa dostluq, prav, nə bilim, menecer hüququnu pozursunuz, deməli sizin bazada proqramist, yəni IT işini bağlayıb bu əməliyyatı, icazəni. Siz bunu edə bilmirsiniz. İndi sıfırladım hər şeyi. Sadəcə Arazın əlimizdə işə qəbul əmri var və indi Arazın maaşını təzədən hesablayırıq. Deyək ki, bu ay Arazın maaşında tutulma var. Tutulmalar daxili qaydalara aiddir. Niyə? Çünki hər müəssisənin öz dress kodu, öz nə bilim keyfiyyətə nəzarət şöbəsi olur, maliyyə şöbəsi olur və s. Məsələn, mən uzun müddət bank sektorunda çalışdığım üçün buradan bir nümunə gətirəcəm sizə. Banklarda sistem çox yerdə elədi, amma banklarda məsələn barmaq izinə girib çıxdığımıza görə ayda 4 dəfə gecikmə hüququmuz var idi. Əgər 4 dəfədən sonra gecikiriksə işə 5 dəqiqə, 6 dəqiqə maaşdan 10% tutulmadır. Bu görürsünüz daxili qaydadır. Sonra dress code, geyim. Yəni rəsmi yerlərdə 3 rəng var da, bozdur, sizin parlament dediyiniz tünd sini rəngdir, bir də qara ağ geyinə bilirik. Yəni üst köynək ağ, şalvar və s. Bu qaydanı pozanın maaşından 5% tutulurdu. Rəsmi, nə bilim, distansiya qorumaq, koordinasiyanı qorumaq, işçilər arasında nə bilim danışıq, əgər biz kobudluq ediriksə müştəriyə qarşı və s. 15% maaş tutulurdu. Bu tutulma o tutulmadır. İndi nə bilim, elə şirkət var, həqiqətən işçinin göstəriciləri olur da orada. Hədəflərə gəlməyənlər var. Məsələn, hədəf qoyurlar ki, bu qədər satış eləməlisiniz. Keçmirsinizsə maaşınızdan tutulma olur. Həmin tutulmaları burada işləyəcəksiniz. Əlavə et. Birinci gəlirəm nəyə? Elə tutulmanı götürək. Bax, əmri seçirəm.
Hansı ay üçündür? Yenə 31.07.2025 fikir verirsinizsə, bax burada nəyi düz işləyirsiniz, işləyin. Tarixi doğru aya, iş qrafikində seçdiyiniz aya qoymamısınızsa, sizin əmək haqqınızı doğru hesablama yolu yoxdur. İndi bir əmrin içində istənilən sayda işçi yığa bilərsiniz. Mən sadəcə birini nümunə göstərirəm. Bax, əlavə elədikcə görürsünüz 2, 3 və hər işçinin adının qabağına qoyub əmrini yığandan sonra işçilərin üstündə qoyduqca altda da işçiləri bir-bir göstərir sizə. Bunları silək. İndi götürüm Arazı. Baxın, əlavə et. Deyək ki, Arazın əmrini yığırıq. Hansı ay üçün yığıram? 01.07.2025 31 özü verəcək. Deyir, tutulmanın növü siz götürürsünüz əmək haqqından sərbəst tutulma. Çünki bu daxili qaydadır. Nə qədər tutaq? 1500-ün 100 manatını tutaq. Mühasibat çotunda əks etdirmə üsulu. Yəni müxabirləşməni istəyir bizdən. Müxabirləşmədə standart müxabirləşmə mükafatdır, xəstəlikdir. Bunlar əmək haqqının üzərinə gəldiyinə görə və ümumi tutulma olduğuna görə bunların müxabirləşməsi eyni olur. Həmişə 721, kreditdə 533. Amma əmək haqqından tutulma müəssisə bizə bayaq 1500 xərc eləyirdi. İndi müəssisənin balansında qalan pul 100 manat daha artdı. Yəni müəssisənin gəliri artdı, amma bizim gəlirimiz azaldı. Ona görə bu dəfə biz passivdəyik. Bizi atır 533 əmək haqqın müxabirləşməsini debitə. Müəssisənin gəlirini atır kreditə. 6 ilə başlayan bütün hesablar gəlir hesabıdır və 611 digər gəlirlər hesabıdır bu hesabın adı. Deməli, müəssisənin bizdən tutdu deyə müəssisədə 100 manat pul daha da çoxaldı. Seçirsiniz müxabirləşməni. Əmrimizə baxaq, tariximiz düzdür və salam. Və okey verirsiniz. İndi deyək ki, mən bura ikinci bir adam əlavə eləmək istəyirəm. Baxın. Sadəcə nümunə kimi göstərim ki, sabah çətinliyiniz olmasın. İndi mən başlayıb nüşabəni yığsam, baxın, Arazın üzərinə qoyanda Arazın əmrini göstərəcək, nüşabənin üzərinə qoyanda nüşabənin əmrini göstərəcək. Bunu yazdım. Bunu yazanda, yəni məndə çox olub şirkətlərə təlim falan verəndə deyir, o birisi yoxa çıxdı. Yoxa çıxmır. Burada da üstünə toxunursunuz və salam göstərəcək. İndi bunu çıxardaq və öz əmrimizə davam eləyək. Əmri verdim. İndi yenidən gedirəm tabel cədvəlinə. Tutulmadan sonra tabel cədvəlində heç bir dəyişiklik ola bilməz. Bu məzuniyyət deyil, xəstəlik deyil. Bu sadəcə daxili qaydalara riayət eləmədiyinə görə tutulmadır. Yenə 31.07.2025 eyni tarixi seçirəm. Şöbəmizi seçək. İstehsalat, doldurmaq, bütün işçilər üzrə doldurmaq, həni verirəm. Tabel cədvəlində görürsünüz, hamısında gəlib. Okey verib çıxıram. Əsas məsələ əmək haqqından tutulma. Yeni bir sənəd açaq. Yenə tarixləri 31.07.2025-ə qoyuram. Əgər 31.07-nin əmək haqqısını işləyib avqustda keçirəmsə, mən iş qrafikində avqustu verməliyəm, dəyişməliyəm orada. Yenə seçirəm iyul. Şöbəmizi seçək, istehsalat. Hamısını doldurmaq və okey verirəm. Özü tapsın, gətirsin. Əgər işçi sayımız çoxdursa, bu axtarış istənilən proqram, nə bilim, 1000 dənə proqram çıxıb, Tacir Pro var, nə bilim, sonra Excel, nə bilim, nəyi var, götürür hamısını, qaymələri falan baxıram, qruplarda yazılır. İstənilən proqramda axtarış işçi sayı çoxdursa, bir dəqiqə sizin vaxtınızı ala bilər. Bu kompüterim donub, proqram donub anlamına gəlmir. Gətirdi. 1500 manat əmək haqqı alır. Stabil burada nə görürük? Arazın tam ştatdan işə gəldiyini. Bəs tutulmamız hanı? Bu bildiyimiz tutulmalar. Düzdür, bayaq göstərdim. İndi tutulmaya baxaq. 100 manat tutulmamız var. Bağlayaq sənədimizi. Debet kreditinə baxaq. 1500-ü ayrı göstərir. 611-də 100 manatımız tutulmanı ayrı göstərir. Bayaq DSMF icbari işsizlik. Bunları da ayrı göstərir. İndi gəlim net əmək haqqına. Baxaq görək burada həqiqətən 100 manatı tuturmu? Şöbəmizi yenə seçək. Aha. 31.07.2025 . 31.07.2025 . 31.07.2025. 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
doldurmaq, ödəniş xarakterinə görə doldurmaq, həni verirsiniz. Bunlar hər dəfə təkrarlanacaq əmrlərdən sonra. Bəli, bayaq 1326 manat 50 qəpik pul qalmışdı. İndi 1226 manat 50 qəpik pulu tutub. Yenə buradan seçirsiniz bank və bayaqki qaydada ödənişinizi edirsiniz. Mən indi eləməyəcəm, çünki ikinci əmrə keçirəm. Bayaq bunu biz bir yerdə elədik. Sonra baxaq nəyə? Bu oldu bizim tutulma. Tutulmanı bu qaydada işləyəcəksiniz. İndi tutulma əmrini silinmə qoyuram ki, çünki bir adamın adına həm tutulma, həm məzuniyyət, yəni iki əmri ola bilməz. Amma araza tutulma verdim, nə bilim, müşabiyə girdim, mükafat verdim. Bəli, bu şəkildə yığa bilərsiniz. Əlavə et, seçirəm mükafat. Ayın tarixini dəyişirəm. Yenə 31.07.2025. İşçimi seçirəm. Araz, əlavə et. Yenə tarixi qoyaq, hansı ay üçün veririk? 01.07.2025. Mükafat nə zaman verilir? Yaxşı işlədiyinə görə, hədəfə çatdığına görə, nə bilim, dövlət qurumundadırsa, bayramlarda falan paketlər verilir. Onları da siz bura mükafat şəklində işləyə bilərsiniz. Sonra ilin işçisi, ayın işçisi, hansısa bir yeni pozisiya olanda, nə bilim, vəzifəyə gələndə və s. İndi daxili qaydalarda olur. Siz burada seçəcəksiniz, aylıq mükafatdır, yoxsa rüblük mükafatdır. Məsələn, deyək ki, bir ayın nəticəsinə görə mənə mükafat verilibsə, seçirəm aylıq mükafat. Nə qədər verək? 1500-ə gəlin 500 verək, 2000 alsın bu ay. Yenə müxabilləşməni seçirsiniz. 721, 533. Niyə? Bayaq şirkətin 1500 xərci var idi, indi 500 də çoxaldı xərci. Yəni 2000 manat xərc çıxdı bundan. Və mükafat maaşın üzərinə gəlinir. Mükafatdan tutulmalar olurmu? Bəli, olur. Mükafatı ayrı da alsaz, maaşla bir yerdə də alsaz, mükafatdan dövlət tutulmaları olacaq. Nə zaman tutulma olmur? Dövlət tərəfindən, məsələn, qrant udmuşam. Hansısa bir sosial yardım proqramı udmuşam. Bəli, bunlarda tutulma olmur. Okey verək. Hər şeyimiz düzdürmü? Düzdür. İndi çıxıram, gedirəm yenə tabel cədvəli. Burada var idi. Elə bunu açıq yenidən yeniləyək. Mükafatda da tabel cədvəlində heç bir hərəkət olmur. Tabel cədvəlində hərəkət yalnız məzuniyyət və xəstəlikdə olur. İşə gəlmir çünki orada. Əmək haqqının hesablanması. Buna silinmə qoyum. Ya da gəlin qoymayaq, elə açıq yeniləyək bunu. Hamısını doldurmaq, hesablamaq verək. Çünki tarixlər seçilib, istehsal şöbəsi var və növbəti addım budur. Deməli, 1500, 500-də mükafat alıb. Biz burada 2000 manat maaş görməliyik və 2000 manatdan tutulmaları görməliyik. Hepsini getirsin. Baxın, 1500, 500-də mükafat və yazılıb. Bu aylıq puludur, bu da aylıq mükafatıdır. Gəlirsiniz bura müxabirləşmə, hesablamaq, bütün işçilər üzrə bir dəfə mütləq bunu vurmalısınız və növbəti tutulmalarımız, yəni maaşdan və bu hissə boşdur. Çünki burada heç bir əmr yoxdur. Və okey verirəm. Əmək haqqım tamamdır. Debet kreditinə baxaq. 1500 maaşım, 500 manat mükafatım. Görsünüz, hər ikisini göstərir və qabağında da bizə məlumatlandırır. Bu da sıradan tutulmalarımız. İndi gedək net əmək haqqına. Ödəniləcək əmək haqqı, həmin səhifəni açıram. Tarixlərim iyul düzdür. İstehsalat şöbəsi, doldurmaq, ödəniş xarakterinə görə doldurmaq verirəm. Və okey. 1764 manat. Düzdürmü? Düzdür. Bayaq, deməli, 1500-dən tuturdu 1326 manat, neçəsə qəpik qalırdı. İndi də 2000 manatdan hesablayıb tutub. 2000-in 5%, 2000-in 2%, 2000-in 14%, nə bilim varsa, 2000-in DSMF-sini tutub. 1764 manat əmək haqqı keçəcək. Bunu da yenə seçirsiniz kas bankı və bayaqki qaydada bank hissələrini doldurub ödəniş tapşırığımızı vururuq. Bu oldu bizim mükafatımız. İndi mükafatın əmrini silirəm, gedirəm məzuniyyətə. Gəlirəm məzuniyyətin hesablanması, əlavə et, yenə hansı ayda çıxıbsa həmin ayı seçin
31.07.2025. İşçimin adını götürməliyim birinci. İşçinin adını seçməmiş, nəyisə doldursaz, işçinin adını seçəndə bu səhifəni sıfırlayır. Məzuniyyət puludur, okeydir. Hesablama növü, gəlirsiniz bura, növbəti məzuniyyət sözünü götürəcəksiniz. Bu ay içində nə vaxt çıxıb məzuniyyətə? Deyək ki, 10.07.2025-dən 20.07.2025-ə qədər məzuniyyətdə olub. İndi məzuniyyətin əmrini yığaq. Əlavə et, hesablama növü verəcəksiniz buradan. Növbəti məzuniyyət, işçinin vəziyyəti dəyişdirməmək. Niyə verirsiniz dəyişdirməmək? Yəni dəyişdirməyin. Bu adam həqiqətən ayın 10-undan 20-sinə kimi işdə olmayıb. Sonra burada gördüyünüz bu tarixi bura qeyd edirsiniz. 10.07 20.07. Nəticə, məzuniyyətə nə qədər pul verək? Deyək ki, 300 manat. Əmrim hazırdır. Əmri verdim, çıxıram. İndi gəlirəm tabel cədvəli. Yeniləyək bunu. Çünki burada artıq məzuniyyətdə olmuşuq. Bütün işçilər üzrə. Tabeldə həmişə nəyi seçirdik? Ayı dəyişirdik. Burada da həmin ayın sonunu qoyurduq və bütün işçilər üzrə. Həni verək. Okey verək. Baxın, ayın 10-undan 5 günlük iş qrafikdə şənbə bazarı saymır. Ayın 20-sinə kimi 19-20 də qeyri-iş günü olduğuna görə iş günlərimizə düşən məzuniyyətimizi çıxır. Okey verib çıxıram. Gəlirəm cross əmək haqqı hesablanması. Seçək sənədimizi. Nə inirdik? Tarixi qoyurduq. Həmin ayı seçirdik və şöbəmizi seçirdik. Hamısını doldurmaq, hesablamaq, həni verirəm. Çünki bu səhifəni yeniləsin. Gətirsin görək, Araza 1800 manat maaş verəcək. Baxın, 15 gün işləyib, 22 iş günü var idi da. 15 günə görə 1022 manat 73 qəpik, bu bizim 1500 manatdan bizə düşəndir. 15 günə görə işlədiyimiz. Bəs bizim mükafatımız hanı? Baxın, bu da sıradan tutulmalardır. İndi mən okey verirəm. Gəlirəm, açıram onun debet kreditini. Mükafatı görürsünüzmü? Görürsünüz. Yenə müəssisə bu dəfə də 1300 manat daha çox eləyib xərc. 1022 manat da bir əmək haqqına vurubdur. Deməli, 1322 manat 73 qəpik toplam maaş keçir və bundan da tutulmalarımız olur. Çıxıram buradan. İndi gedək net əmək haqqına görək. Buradan nə qədər pul keçir bizə? Bu arada bunları kim istəsə, desenfeni falan tək-tək hesablaya bilər. Düzdür. İyul ayıdır, doldurmaq, ödəniş xarakterinə görə doldurmaq. Və okey verək. 808 manat 90 qəpik bizə net əmək haqqı keçəcək. Bunu da yenə kassanı seçirsiniz, bankınızı seçirsiniz, hansı bankdan ödəyəcəksiniz, bayaq göstərdim və kart nömrəsi çıxan ödəniş tapşırığı. Bu oldu bizim məzuniyyətimiz. İndi gedək, məzuniyyətin əmrinə silinmə verək, işləyək xəstəliyi. Silinmə verdim. Xəstəlik vərəqəsi. Xəstəlik vərəqəsi də eyni qaydadadır. Əmrləri eyni işləyir və burada da məzuniyyətə, xəstəlik vərəqəsini tək-tək yığmalısınız. Məzuniyyətdə yenə ikinci bir şəxsi əlavə edə bilirsiniz. Seçirəm buradan ayın tarixini. İlk növbədə bunu eləyin, çünki bu həmişə adamın yadından çıxır, yenə dilim dolaşdı. Və biz baxırıq ki, sənəd bağlanmır. Növbəti əməliyyatlarda da heç adamın yadına düşmür ki, qayıdım onun tarixinə baxın. Əməkdaşımızı yenə seçək Araz. Hansı tarixdən hansı tarixə kimi xəstə olub? Normalda biz больничный açdıranda, yəni xəstəlik kağızı vərəqəsi açdıranda orada seriya nömrəsi və nömrə olur. Onu varsayınızda bura doldura bilərsiniz. Tarixi qeyd eləyək. Deyək ki, bu dəfə də 15.07.2025-dən 25.07.2025-ə qədər xəstə olubdur. Əlavə edək. İşçinin vəziyyəti buradan seçirsiniz. Xəstəlik. Ayın 15-i, 25-i tarixi özü avtomatik qoyur.
Bu dəfə də 150 manat pul verək. Xəstəliyə görə pul verilir və yadınızda saxlayın. O həm əmək haqqının üstünə gəlir. Bir növ müəssisə bizi sosial yardım kimi verir bunu. Və əmrim hazırdır. Okey verim, çıxın buradan. Gedim tabel cədvəlinə. Açaq sənədimizi, bayaqki sənədi yenilənmə verirəm. Fikir verdinizsə, məzuniyyətdə bizim B, Rusun V hərfi düşür və xəstəlikdə də X hərfi düşür. Ayın 25-nə qədər bir şənbə bazarı çıxıbdır. Okey verək, çıxaq. Əmək haqqının hesablanması, həmin sənədimi açım. Şöbə, tarix, hər dəfə deyirəm ki, birdən unudarsınız. Hesablamaq, doldurmaq və okey verək. Tapsın, gətirsin, buna da baxaq. Hı -hı. 886 manat 36 qəpik 13 günə görə işlədiyimiz əmək haqqıdır. Yenə bildiyimiz tutulmalar öz yerindədir. Və okey verib bundan da çıxıram və debet kreditində mənə xəstəliyə görə verilən pulu 150 manatı əmək haqqının üzrə ödənilməsini 522 ilə verir. 522 bizim xəstəliyə görə verilən nə gedir Azərbaycan dilində bir növ sığorta kimi də ki, xəstələnib. 156 manat öz xəstəlik vərəqəsinə görə verilən məbləğ, 886 manat 36 qəpik də bizim əmək haqqımız işlədiyimiz günlərin sayına görə. Keçək net əmək haqqına. Doldurmaq, ödəniş xarakterinə görə doldurmaq da verək. 428 manat 87 qəpik baraza bu ay təmiz maaş keçəcək. Qaldı burada nə? İşdən azad etmə əmri. Deyək ki, biz arazlıq bəyənmədik, işdən çıxardırıq. İşdən azad etmələr, əlavə et. Əmir nə vaxtdır? Bugün çıxardıram arazı. Seçirəm işçimi. Bu arada yenə deyirəm, neçə işçi istəsəz əlavə edib seçə bilərsiniz. İşdən azad edilmə səbəbi. Girirsiniz bura. Maddələr var, hansı ki, EMAS-da. Onları bura tək-tək yığa da bilərsiniz. Ya da əlavə edin, məsələn, nə bilim, yazın, nə istəyirsiniz. Hər iki tərəfin razılığı ilə yazaq. Hı -hı. Seçirəm sözümü. İşdən azad etmə əsası. Bu sizə görədir. Bu da rəhbərliyə görədir. Eyni şeyi seçsəz daha yaxşı olar. İndi burada bizdə yoxdur. Yenə yaratmaq istəsəz, eyni sözü kopyalayıb burada ataq. Götürdüm. İstifadə olunmamış məzuniyyət günləri. Yəni, öz dilimizdə desəm, raşot pulu biz hamımız deyirik. Yəni, biz elə düşünürük ki, əslində işdən çıxanda biz yaxşı işlədiyimizə görə bizə hansısa bir kompensasiya verilir. Bu o deyil. Normalda raşot pulu, yəni son haqq hesab, biz bir il ərzində, əgər stajımız çoxdursa, 6 ay, bir il ərzində məzuniyyətə çıxmadığımız günlərin sayına düşən əmək haqqı verilir bizə. Amma yox, məzuniyyət rəsmi necədir? 6 ay, mən yanvarın biri işə girmişəm. 6 ay rəsmi işləməliyəm ki, 6 aydan sonra mənim 21 günlük məzuniyyət haqqım olur. 6 aydan qabaq məzuniyyətə çıxıramsa, mən ödənişli, yəni öz hesabıma məzuniyyətə çıxa bilərəm, ya da güzəştli icazədən istifadə edə bilərəm ki, mən bugün xəstəyəm, mən bir gün məzuniyyət götürəsi deyiləm, nə də xəstəliyə çıxası deyiləm, mənə deyirlər, hə, git bu gün gecə sabah gələrsən. Bu başqa bir şeydir. Amma yox, mənim əlimdə hansısa bir işim varsa, ödənişli əsas nə deməkdir? Mənim maaşımdan tutulur. Mən şirkətə verirəm ki, məni işdən çıxartma, mən həmin pulları sənə qaytarım, mən bugün işdə olmamışam. Amma 6 aydan sonra 21 gün mənim haqqımdır. Mən 21 günü ilin sonuna qədər çıxıram. Deyək ki, dekabr ayında mənim 10 günlük məzuniyyətim var. Məni məcburi məzuniyyətə göndərməlidir müəssisə. Yəni, mənə deyirlər, çıx da, sən pulun ödəməlidir, sən çıxmalısan. Mən məzuniyyətə çıxmıramsa, işdən çıxıramsa, o 10 gün mənə son haqq hesab kimi verilir. Və bircə də bunu avtomatik eləyir necə? Siz normal müəssisədə hər ay normal işçilərin maaşını vaxtı-vaxtında vuranda, yəni sistemi tam dolduranda
Əmrlər tam yığılanda proqram özü görür ki, məsələn, bu adam işdən çıxanda bu 8 gün istifadə olunmamış məzuniyyəti var və həmin 8 günü bura yazırsınız. Deyək ki, proqram verib. Çünki məndə elə bir bu təlim bazasıdır. Burada stabil bir əmək haqqı hesablamam yoxdur. Okey verib çıxıram. Sonra qayıdırsınız. Son haqq hesabı necə verəcəksiniz? Əmək haqqı, məzuniyyətin hesablamasına yeni bir əmr açırsınız. Burada məzuniyyətin əvəzləşdirilməsini seçirsiniz. Eyni qaydada İşçinin adını götürürsüz, hansı ay işdən çıxıb və burada 8 günə görə nə qədərdirsə o maaşı yazıb məzuniyyət kimi hesablayıb verəcəksiniz. Mən bunu eləyə bilmirəm. Yəni eləsək belə heç bir şey dəyişməyəcək bizim üçün. Çünki yenə deyirəm, ardıcıllıq olmalıdır. Nizamlı şəkildə siz əmək haqqını hər ay işləməlisiniz. Bu da belə. İndi gələk əsas məsələyə. Dərsdən sualımız varmı? Dərs deməyə öyrəşmişəm. Yəni vebinarımızdan sualımız varmı? Heç kimin sualı yoxdur. Hı -hı. O zaman sizlə sağollaşıram. Ümid eləyirəm az da olsa faydam dəydi. Kimsə sual yazıb baxaq. Salam, rekord atılacaqmı? Rekord yığılsın Aytaç xanım. Atılsa qrupa atılacaq, atılmasa da YouTube kanalımızda izləyə bilərsiniz. Ona hələ qərar verməmişəm açığı, baxacağım dərsin gedişatına. Siz də sağ olun. İnşallah növbəti vebinarlarda görüşərik.